Şahin müəllimə sağlığında müsahibə götürdüm. Müsahibə verdim, sonra xahiş edildi onu vermediğinden. Çox şey danışdım, mən Ermənistan'da oxudum. O yaxşı bilirəm. Allah rəhmət eləsin, çox yaxındaydı. Nəysə, o cümlədən dedi ki, bəs Səfəvilərdə də, Şirvanşahlar dövlətində də rəsmi dil fars dili olub. Bilirsiniz necədir? Dil məsələsi biraz incə məsələdir. Birincisi, bəli, Şirvanşahlarda da deyək ki, eləcə də Atabəylərdə də fars dili niyə rəsmi dövlət dili? Birincisi, ondan başlamaq lazım idi ki, Səlcuqlara qədər rəsmi dil ərəb dili idi. Ta Səlcuqlar. Səlcuqlar gələndə, məsəl üçün, Türk dilini rəsmi dili elan edilməli. Böyük bir imperiya yaratmışlar, yaxın şərqdən ta Çinə qədər. Özü müsəlman mədəniyyətinin inkişafında, İslam sivilizasiyasının inkişafında Səlcuqlar çox mühüm rol oynayıblar. Amma dilləri bunlar Türk dili olsa da, Türk dilində danışsalar da, kərgüzarlıq fars dili idi. Və fars dilini bunlar gətirdilər yazı dilinə, elm dilinə, dövlət dilinə. İndi bizimkilər çoxsa deyir ki, o mənfi mənada, bəzən görsən uşaqlar birbirine də, Monqolsa, Monqollar Azərbaycanın inkişafında özünə məxsus rol oynayıblar. Biz bu tarixi olduğu kimi bilmirik. Yer gəlmişlər, mən bir şey istədiyim, mən uşaq vaxtı biz uşağı demirdik Azərbaycan dili. Azərbaycan, biz dedik Moğol dili. Biz o Türk dilini Təkcə biz rəsmiləşdirəndir ki, məsələn, xınavlatlılar, başqa nəzir dili xalqlar da Moğol dillər. Moğol dillər tarixən Azərbaycanlılara, yedi Türklərə. Hətta mən sonra çəkdim ki, o dillər yoxdur. O dillər ümumiyyətlə Azərbaycanlılara tacik dillər. Bu nə məsələdir? Tacik. O bilirsiniz, qarışıqlıqlar var, o ərəb mənbələrində görsən çox vaxtı erməni mənbələrində səhv salırlar onu. O ki qaldı Monqollara. Monqollar doğrudan da Türk dilini rəsmiləşdirdilər. Birincisi, yalnız Monqollar dövründə Azərbaycanda Türk dilində sikkə zərbinə başlandı. Sikkə isə dövlət atributu idi. Bunların tolerantlığına fikir verin. 3 dildə deməli fərman verilirdi. Türk dilində, sonra ərəb-fars dilində, bir də ki, xalq hansı dilə mənsubdursa dildə. Və dövlət dili, kərgüzarlıq keçdi Türk dilinə. Monqollar dövründən başlandı. Niyə biz deyirik ki, 13-cü əsrdən bizim artıq yazılı ədəbiyyatımız var. Bu şəraiti yaradan Monqollar idi və məktəblərdə Azərbaycan dili keçirilirdi. Azərbaycan dili ədəbi dilə çevrildi.